Antalya'da böyük pulsuz Luna Park olduğunu bilirdiniz. Dünən uşaqların daha bir arzusunu yerinə yetirmək üçün Luna Park'a getdik. 1 saat yol getdikdən sonra dedik gələn Mark Antalya'ya və burada biraz yemək yeyək. 4 nəfərlik burger menyu hardasa 645 TL etdi. Uşaqlara Migros çox maraqlı idi. Əsasən Migros'un kassa hissəsində özün istədiyin şey əldə edə bilirsən. Bu arada burada qara kola var idi. Uşaqlar burada kofe aldı özünə və biz buradan yollandıq Luna Park'a. Luna Park'a giriş ödənişsizdir. Girişdə kart alırsan, kart 20 TL'dir. Atraksiyonların qiyməti 60 TL'dən 250 TL'yə qədərdir. Karta istədiyin qədər pul yükləyə bilərsən. Biz 5 nəfər üçün 2000 TL yüklədik. 2000 TL yükləyəndə 400 TL də hədiyyə verirdilər. Nəticədə 2400 TL-dən Luna Park'a gəldik. Bakıda təəssüf ki, belə böyük Luna Parklar yoxdur. Ona görə uşaqlara çox maraqlıdır. Luna Park çox böyükdür. Həm uşaqlar üçün, həm böyüklər üçün əyləncə yerləri var. Gələn kimi uşaqlar bu atraksiyona minmək istədilər. Əslində mən elə bildim Fərid qorxacaq, amma nəyəsə qorxmadı. Açığı məndən olsa mən minməzdim, heç minmədim də. Sonra isə uşaqlar öz sevinclərini bizimlə bölüşürdülər. Burada türk sayağı amerikanski qorxa var idi. Bura uşaqlar mindi. Mən isə Nərgizlə uşaqlar üçün ona mindim. Atraksiyonların əksəriyyəti 12 və ya 14 yaş üstə gəldi. Hətta bəzilərinə Fərruxu icazə vermədilər. Sonra uşaqlar qorxu otağına girmək istədi. Burada da çox bəyəndilər. Deyir, əsas da sonda çox qorxulu idi. Mən isə Nərgiz seçdiyi atraksiyonlara minirdim və istədiyim bu heç də uşaq atraksiyonları deyildi. Hətta qorxulu atraksiyonlardan sonra uşaqlar bura mindilər, göyə qorxulu deyil, amma adrenalin doluydu. Maxluq burada dəllik eləmək istədi və bu atraksiyona mindi. Yəni mən buna heç ümumiyyətlə minmərəm. Maxluq daha çox mənim balaca bacıma oxşuyur, digər bacıma Camaya, çünki heç amada belədir. Yəni mən buna risk edib bilməzdim. Bu atraksiyona səhv etmirəmsə Antalyanın ürəyi deyirlər. Çox böyükdür, çox uzun çəkir. Mən Nərgizlə orada risk edib minmədim. Ona görə biraz daha balacasına mindim. Vaxt elə uçurdu ki, bir də baxdım ki, günəş batır və çox qəşəng günəş batımını izləyirdi yuxarıdan. Sonra Fərruxla Maxluq midye dadına baxmaq istəyirdilər. Maxluq ilk dəfə də yedi, amma Fərrux deyəsən yemişdi və çox bəyəndilər. Mən də midyəni çox sevirəm. Luna Parkla üzbəüz 5M Migros var. Çox böyükdür. İçində televizor, telefon, nə istəsən var idi. Rəylərdə yazın, bəs siz hansı atraksiyona risk edib minərdiniz?